Verilmiş sxemə əsasən okean dibi relyefi rəqəmlərə müvafiq ardıcıllıqla müəyyən edin. Verilən sxem 10-cu sinifin relyef bölməsində okean dibi relyefi mövzusunda salınmışdır. Bildiyimiz kimi, okean səthindən 200 metr dərinliyə qədər olan ərazilər şelf adlanır. 200 metrdən 1500-2000 metr arasındakı olan hissələr materik yamacı adlanır. 2500-3000 metr arasında olan hissələr isə materik ətəyi adlanır ki, burada da məlumdur ki, bu ərazi elə bir yerdir ki, burada materikin davamı demək olar ki, qurtarır və qranit təbəqəsi yoxa çıxır və okean tipli yer qabığı başlanır. Dördüncüsü 3000-6000 metr arasındakı olan hissələr isə abyssal düzənliklər və yaxud da okean yatağı hesab olunur. Beləliklə, test tapşırığının cavabı şelf, materik yamacı, materik ətəyi, okean yatağı olaraq A bəndi hesab olunur.